İnsan beyni sosial bir varlıq olaraq kütlə ilə birlikdə hərəkət etməyə proqramlaşdırılıb. Bu, qədim dövrlərdə təhlükələrdən qorunmaq üçün faydalı olsa da, investisiya dünyasında fəlakətə aparan bir yoldur. Bazar sürü psixologiyası ilə idarə olunur. Bir səhm populyarlaşdıqca media onun haqqında danışmağa başlayır. Sosial şəbəkələrdə müzakirələr artır və qiymətlər sürətlə yüksəlir. Bu mərhələdə bir çox insan qaçırmaq qorxusu, yəni FOMO ilə hərəkətə keçir. Onlar şirkəti araşdırmadan sadəcə başqalarının aldığı üçün alırlar. Bu bir investisiya deyil, birbaşa qumardır. Tarix bu cür kütləvi alışların acı nəticələri ilə doludur. 1990-cı illərin sonundakı dot-com, 2008-ci il daşınmaz əmlak böhranı və ya daha yaxın keçmişdəki bəzi meme səhmləri, məsələn GameStop ajotajı buna misaldır. Bu hadisələrin hamısında ortaq bir cəhət var. Səhmin qiyməti onun fundamental dəyərlərini tamamilə qopur və yalnız insanların gələcəkdə onu daha baha alacağı ümidinə əsaslanır.